Hamımızın sevərək dinlədiyi Alagözlüm, yəni Neyliyim mahnısının hekayəsini bilirsiniz. Mənə görə əbədi eşqin hekayəsidir bu. Deməli, Böyük Vətən müharibəsi dövründə Rəsul Rıza siyasi müxbir kimi Krıma gedir. Həyat yoldaşı, tanınmış şair Nigar Rəfibəyli də Rəsulun yolunu gözləyəndə o həsrətlə belə bir təsirli şeir yazır. Yəni, Alagözlüm mahnısının sözlərini. Hətta Nigar xanımı vaxt Səməd Vurğuna mən də cəbhəyə getmək istəyirəm, deyirmiş. Təsəvvür edin. İllər sonra Rəsul Rıza yüksək təzyiqlə xəstəxanaya yerləşdirilir. Sən demə, həmin vaxt elə Nigar xanıma da xərçəng diaqnozu qoyulur. Rəsul Rıza Nigarın xəstə olduğunu biləndə təzyiqi qalxır və dünyasını dəyişir. Amma onun öldüyünü Nigar xanıma demirlər. Emin Sabitoğlu Nigar Rəfibəylinin bu ölümdən xəbərsiz olmasından çox təsirlənir və dərhal bu şeirə mahnı bəstələyir. Mahnının ilk lent yazısını xəstəxanaya, Nigar xanımın yanına gətirirlər. Lakin sonradan qərarı alınır ki, o lenti xəstəxanadan aparsınlar. Çünki Nigar xanım hələ də Rəsul Rızanın ölümündən xəbərsiz idi və hətta xəstəxanaya gəlmədiyi üçün Rəsuldan incidiyini deyirmiş. Akif İslamzadə danışır ki, Nigar Rəfibəyli məhz bu mahnıdan sonra Rəsulun öldüyünü anlayıb və çox qısa müddət sonra Nigar Rəfibəyli özü də dünyasını dəyişir. Onların tanışlığı da çox təsirli proseslərin nəticəsi idi. Nigar Rəfibəylinin Bakıya sürgün olunması, burada Rəsul Rıza ilə tanış olmaları, ardınca təsadüfən hər ikisinin eyni fakültəyə sənəd verməsi və s. İndi kim məni inandıra bilər ki, qəlblərin bir olması mümkün deyil. Aşıqlar dünyasını dəyişib, lakin həqiqi sevgidən doğan əsər, o sözlər, o eşqi əbədi olaraq sənin, mənim və bizdən sonra yaşayacaq insanların qəlblərində yaşadır, yaşadacaq. İndi kim deyə bilər ki, əbədi eşq yoxdur? Və elə düşünməyin ki, onların arasında anlaşılmazlıq olmurdu. Müsahibələrinin birində özləri deyir ki, bizim fikirlərimiz həmişə üst-üstə düşmür. Odur ki, ideal ailə modeli əslində var. Sevməkdən əlavə bir-birini başa düşən və olduğu kimi qəbullanan ailə. Hər bir xasiyyəti ilə, çətinlikləri ilə, çatışmazlıqları ilə, keçmişi ilə, bugünü ilə qəbullanan ailə. Birini kobud desək, eyibləri ilə qəbullana bilmirsinizsə, qurmayın o münasibəti. Ailə bir-birinin ömrünü qaraltmaq üçün yox, bir-birini tamamlamaq üçün qurulur.